Bonjour à tous, hamıya salamlar. Bu videoda sizlərə fransız dilini ilk dəfə öyrənməyə başlayan insanların bilməli olduqları ən vacib kəlmələrdən danışacağım. Salutation, salamlaşma. Bonjour rəsmi salamdır. Adətən səhər və günorta saatlarında istifadə olunur. Hər kəsə deyilə bilər. Salut isə qeyri-rəsmi salamdır. Dostlar və yoldaşlar arasında, yaxud özündən kiçiklərə istifadə oluna bilər. Bonsoir, axşamınız xeyir. Adətən saat 6-dan sonra fransızlar bonsoir sözünü istifadə edirlər. Au revoir, sağ olun, yəni xudahafiz anlamında işlənir. Bonne nuit, gecəniz xeyrə qalsın. Merci isə təşəkkür edirəm deməkdir. Merci beaucoup isə çox sağ olun, çox təşəkkür edirəm anlamına gəlir. De rien, dəyməz. S'il vous plaît, zəhmət olmasa, yəni sizə zəhmət olmasa, rəsmi üslubda işlənir. S'il te plaît isə sənə zəhmət olmasa, bir qədər qeyri-rəsmi üslubda istifadə olunur. Pardon, bağışlayın. Excusez-moi isə üzr istəyirəm anlamında istifadə olunur. Oui, no. Bunlar isə bəli və xeyir sözlərdir. Oui, bəli, no isə xeyir deməkdir. Və Fransaya gedərkən, əgər fransız dilini bilmirsinizsə, bu cümləni hökmən öyrənməlisiniz. Je ne comprends pas. Je ne comprends pas, mən başa düşmürəm deməkdir. Je ne comprends pas français, mən fransız dilini başa düşmürəm anlamına gəlir. Parlez-vous français, fransızca danışırsınız. Je ne peux pas parler français. Mən fransızca danışa bilmirəm. Je ne peux pas parler français. Mən fransızca danışa bilmirəm. Və son olaraq, je suis désolé, üzr istəyirəm və ya üzgünəm mənasında işlənir. Əgər bu videonu faydalı hesab etdinizsə, like edərək mənə təşəkkür edə bilərsiniz. A bientôt.